Fotoqrafiya tarixi elmlə incəsənətin birləşdiyi, bəşəriyyətin yaddaşını əbədiləşdirən inanılmaz bir səyahətdir. Bu tarix qaranlıq bir otaqdan başlayıb, bugün cibimizdə daşıdığımız smartfonlara qədər uzanan bir yolu əhatə edir. Fotoqrafiya sözü Yunan mənşəlidir və hərfi mənası işıqla yazmaq və ya işıqla çəkmək deməkdir. Fotoqrafiyanın yaranması əsrlər boyu davam edərək fizika və kimya elmlərinin birləşməsi prosesinin nəticəsidir. Fotoqrafiyanın yaranma tarixini daha dərindən başa düşmək üçün onu 4 əsas dövrə bölə bilərik. Birinci dövr. Gözü olan, amma yaddaşı olmayan kamera. Fotoqrafiyanın tarixi kameranın ixtirasından çox əvvəl başlayır. İnsanlar görüntünün necə yarandığını bilsələr də onu qeydə almağı bacarmırdılar. Kamera obskura, latın dilində qaranlıq otaq mənasına gəlir. İş prinsipi belədir. Tamamilə qaranlıq bir otağın divarında kiçik bir deşik açsaz, çöldəki mənzərənin işığı həmin deşikdən keçərək qarşı divarda tərs şəkildə əks olunacaq. Bu effekti eradan əvvəl 5-ci əsrdə Çinli filosof Mozi, daha sonra Yunan filosofu Aristotel müşahidə etmişdi. Orta əsrlərdə rəssamlar bu qutulardan istifadə edərək mənzərələrin konturlarını kağız üzərində cızırdılar. Yəni kamera var idi, amma şəkil çəkən insan idi. İkinci dövr. Görüntünün həbs edilməsi. 1700-cü illərdə kimyaçılar kəşf etdilər ki, bəzi maddələr işıq görəndə qaralır. Əsas məsələ görüntünü yaratmaq deyil, onu sabitləmək idi. İlk fotoşəkil 1826-cı ildə Joseph Nicephore Niepce tərəfindən çəkilib. Fransız ixtiraçı Niepce bitum, Yahudi qatranı adlanan maddə ilə örtülmüş lövhəni kamera obskuranın içinə qoydu. O, evinin pəncərəsindən görünən mənzərəni çəkmək üçün kameranı 8 saat açıq saxladı. Ortaya Le Gras pəncərəsindən mənzərə adlı foto çıxdı. Bu tarixdə günümüzə qədər gəlib çatan ilk foto şəkildir. Lakin onun keyfiyyəti çox aşağı idi. Fotoqrafiyanın rəsmi doğuşu Louis Daguerre. Niepce'in ölümündən sonra onun həmkarı Louis Daguerre prosesi inkişaf etdirdi və daguerreotipiya üsulunu yaratdı. O, gümüş örtüklü mis lövhələrdən istifadə edirdi. Pozlama müddəti 8 saatdan 30 dəqiqəyə indi. 1838-ci ildə Daguerre Parisdə bir küçəni çəkdi. Küçə izdihamlı olsa da pozlama müddəti uzun olduğu üçün hərəkət edən insanlar görünmürdü. Yalnız ayaqqabısını təmizlətdirmək üçün bir yerdə dayanan bir adam şəkildə düşdü. Bu, dünya tarixində şəkli çəkilən ilk insan oldu. Negativin ixtirası. Henry Fox Talbot. Daguerre'in üsulu ilə yalnız bir nüsxə alınırdı. İngilis alimi Talbot isə kağız üzərində negativ yaratmağı bacardı. Bu, bir şəkildən minlərlə nüsxə çıxarmağa imkan verərək müasir fotoqrafiyanın əsasını qoydu. Üçüncü dövr. Hər kəs üçün fotoqrafiya. 1880-ci illərə qədər fotoqrafiya yalnız peşəkarların işi idi. Ağır şüşə lövhələr, zəhərli kimyəvi maddələr və böyük kameralar lazım idi. George Eastman və Kodak inqilabı. Amerikalı George Eastman şüşə lövhələri elastik rulon plyonka ilə əvəz etdi. O, içində 100 kadrlıq plyonka olan sadə Kodak kamerasını satışa çıxardı. Şuarı isə siz düyməni basın, qalanını biz edərik idi. İnsanlar şəkil çəkib kameranı fabrikə göndərir, fabrik şəkilləri çap edib kameranı yeni plyonka ilə geri qaytarırdı. Bu, fotoqrafiyanı kütləviləşdirdi. 35 mm plyonka və Leica. Kiçik ölçülü Leica kameralarının və 35 mm-lik kinofilmlərin istifadəsi fotojurnalistikanı və sənətli fotoqrafiyanı yaratdı. Artıq fotoqraflar hadisə yerində cəld hərəkət edə bilirdilər. Dördüncü dövr. Rəqəmsal inqilab. 20-ci əsrin ikinci yarısında kimyəvi proseslər elektron siqnallarla əvəz olunmağa başladı. İlk rəqəmsal kamera. Kodak mühəndisi Steven Sasson tərəfindən yaradıldı. Toster ölçüsündə idi. 3,6 kiloqram çəkisi vardı və ağ-qara şəkli kasetə yazmaq 23 saniyə çəkirdi. Piksellər dövrü. 1990-cı illərdə DSLR kameralar bazara girdi. Mobil fotoqrafiya. 2000-ci ildə Sharp və Samsung ilk kameralı telefonları təqdim etdi. 2007-ci ildə iPhone-un təqdimatı ilə artıq foto çəkmək hər kəs üçün əlçatan idi. Ağ-qara fotoqrafiya. Tarixdə ilk foto ağ-qara görünüşə malik idi.
optik cihaz vasitəsilə rəsmin kimyəvi prosesə çevrilməsində sonralar diplomat olmuş rus kimyaçısı Bestujev Rümin və Alman tibb alimi cərrah Şulsenin böyük xidmətləri olmuşdur. 1725-ci ildə Bestujev Rümin günəş işığında müxtəlif duz tərkibli məhlulların rəngini dəyişdiyini aşkara çıxardı. 2 il sonra isə Alman alimi Johann Henrik Schulz brom duzunun işığa olan həssaslığını sübuta yetirdi. 1727-ci ildə Johann Henrik Schulz gümüş duzlarının işığa tutulanda dəyişikliyə məruz qalmasının səbəbinin işıq olduğunu açıqladı. 1770-ci ildə Karl Wilhelm Schulz mavi və bənövşəyi şüaların qırmızı şüalardan daha təsirli olduğunu sübut etdi. 1780-ci ildə John Kaspar Lavater siluet aparatını ixtira etdi. 19-cu əsrin birinci yarısında dünyanın müxtəlif ölkələrindən alimlərin bu sahədə səylə çalışması bəhrəsini verdi. Fotoaparatın icad olunması sahəsində ən uğurlu işi fransız Joseph Nicephore Niepce, Louis-Jacques Mande Daguerre və İngilis William Fox Henry Talbot gördülər. Onlar fotoqrafiyanın yaradıcısı kimi tarixə düşdülər. İlk fotoaparatın meydana çıxması da Joseph Nicephore Niepce'nin 1826-cı ildə çəkdiyi heliografiya təsviri ilə əlaqədar olmuşdur. Joseph Nicephore Niepce bu kəşfini daha da mükəmməlləşdirmək üçün təcrübələrini davam etdirdi. O 1829-cu ildə bu sahə üzrə bəzi təcrübələr həyata keçirən Louis Jack Daguerre ilə birgə işləməyə başladı. 1833-cü ildə Joseph Nicephore Niepce öz ixtirasını təkmilləşdirə bilmədən vəfat etdi. Daguerre Niepce'nin ixtira etdiyi fotoaparatdan səmərəli istifadə edərək sürətli təsvirin əldə edilməsi və keyfiyyətli lövhə tapılması üzrə təcrübələrini davam etdirdi. O həmçinin Niepce'nin 8 saata əldə etdiyi təsvirin müddətini yarım saatdan da az bir vaxta salmağı bacarmışdı. 1831-ci ildə Belçikalı alim Joseph Plateau və Avstriyalı Simon von Stamfer tərəfindən ilk animasiya aləti, kino sənətinin ilkin pilləsi hesab olunan fenokistiskop kəşf edilmişdir. Fenokistiskop eyni bir hərəkətin təkrar olunması əsasında yaranan sürətli hərəkət verici cihaz idi. Fenokistiskop Yunan dilindən göz aldatmaq mənasını verir. Cihaza bu adı Joseph Plateau vermişdir. Sirklərdə və əyləncə məkanlarında böyük marağa səbəb olan alət uzun illər Avropada öz məşhurluğunu qorumuşdur. Fenokistiskopun iş mexanizmi eyni bir təsvirin dairəvi şəkildə 10 dəfə çəkmək və onları qatlamaqdan ibarət idi. Bununla eyni təsvirlər bir-birinin arxasınca dəyişir və mexaniki hərəkət yaranırdı. 1835-ci ildə İngilis fiziki və kimyaçısı, ixtiraçı William Henry Fox Talbot gümüş nitrat və duzlu məhlulla qidalanmış kağızdan istifadə edərək foto təsvirin daşıyıcısı olan ilk negativ yaratdı. Fotoqrafiyanın tarixi 1839-cu il yanvarın 7-sindən başlanır. Məhz həmin vaxt Fransalı ixtiraçı Louis Daguerre Paris Elmlər Akademiyasına fotoqrafiyanın alınması üsulunu təqdim edir. Amma bu proseslə əlaqəli ilk təcrübə digər bir fransız ixtiraçısı Joseph Nicephore Niepce'nin adı ilə bağlıdır. 1839-cu il yanvarın 7-sində Joseph Nicephore Niepce və Louis Daguerre insan fotosu çəkməyi bacardılar. Müasir fotodan fərqli olaraq çəkilmiş ilk foto negativ olmadığı üçün onu yalnız günəş şüaları altında görmək olurdu. Louis Daguerre'in daguerreotip adlandırdığı bu kəşfi 19 avqust 1839-cu ildə Fransa Elmlər Akademiyası tərəfindən rəsmiləşdirildi. 1844-cü ildə Böyük Britaniyalı fiziki və kimyaçısı, ixtiraçı William Henry Fox Talbot tərəfindən The Pencil of Nature adlı ilk foto illüstrasiyalı kitab nəşr olunmuşdur. Praktik cəhətdən ilk fotoqrafik görüntü əldə etmə üsulu daguerreotipiya adlanırdı. Daguerreotipiya üsulu 1822-ci ildə fransız ixtiraçısı Joseph Nicephore Niepce tərəfindən yaradılmış və rəssam Louis Daguerre tərəfindən 7 yanvar 1839-cu ildə Fransa Elmlər Akademiyasına təqdim edilmişdir. Daguerreotipdə təsvirin keyfiyyəti təbəqənin hamarlığı ilə düz mütənasibdir. Çətinliyi və bahalı olmasına görə geniş istifadə olunmurdu. Daguerreotipiya üsulu ilə fotoqrafik görüntü almaq üçün gümüş suyuna çəkilmiş və yaxşıca hamarlanmış mis lövhələr yod buxarına tutulur.
Nəticədə lövhənin üzərində işığa həssas, nazik gümüş yodid təbəqəsi əmələ gəlir. Lövhə kamera obskura içində 15-30 dəqiqə gözlədilir və işığın təsiri ilə gümüş yodid təbəqəsinin üzərində gizli təsvir formalaşır. Təsviri üzə çıxarmaq üçün civə buxarından istifadə edilir. Studiyada bu texnika ilə foto çəkərkən arxadan kürəyi və qolu sabit saxlamaq üçün xüsusi aparat tələb olunur. Buna görə də fotolardakı insanlar dimdik formada görünürdü. Rəngli fotoqrafiya. Rəngli fotoqrafiyanın tarixi 19-cu əsrin ortalarından başlamışdır. Onların çəkilməsi üçün 3 fotokameradan istifadə edilirdi. Bu fotokameralara rəng filtri quraşdırılırdı. İlk rəngli fotoşəkil 1861-ci ildə nümayiş olunmuşdu. İstifadə olunan rəng ayırma prinsipi fotonun qırmızı, yaşıl və göy filtrlə çəkilməsi. Nümayiş etdirilmək üçün isə bu şəkillərin uyğun filtrlərlə üst-üstə proyeksiya olunmasını nəzərdə tuturdu. Əsas problemlərdən biri rəngləri ən yaxşı şəkildə ötürmək imkanı verən fotoemulsiyaların hazırlanması idi. Fotoqrafiyanın inkişaf mərhələsi 1852-ci ildə George Eastman Kodak maşınlarında 10 poza çəkə bilən bromur qablı jelatin rulolar olan Kodak fotoşəkil maşınlarını satışa çıxararaq çox böyük alətlər daşınması lazım olan fotoqrafa asan hərəkət imkanı təmin etdi. Foto çəkildikdən sonra maşın fabrikə göndərilir və jelatin film kağızdan ayrıldıqdan sonra bir şüşə üzərinə yerləşdirilir və sonra yenidən maşına film doldurularaq sahibinə qaytarılırdı. 1870-ci ildə Hermann Vogel emulsiyonları müxtəlif vannalara batıraraq həssaslıqlarını artırma yolunu tapdı. 1880-ci ildə qırmızıya qarşı həssaslığı çox məhdud olan ortokomatik filmin yanında pankromatik filmlər ortaya çıxdı. Fotoşəkil 19 və 20-ci əsrlərdə müxtəlif astigmat lupaların, selüloza əsilli filmlərin istifadə edilməsi, fotoaparat və film sənayesində inkişaflarla indiki vəziyyətinə gəldi. Fotoqrafiya termini biraz geç, 1878-ci ildə qəbul edilmiş və ilk dəfə olaraq Fransa Akademiyasının lüğətinə salınmışdı. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində fotoqrafiyada yeni üsul olan piktorializm meydana çıxdı və bu, fotonu incəsənətə yaxınlaşdırdı. Piktorializm Avropa və Amerika fotosənətində yaranmış cəryandır. Rəssamlıq elementlərini fotoya gətirməklə onu sənətə yaxınlaşdırdılar. Bu effekti əldə etmək üçün fotoqraflar müxtəlif texniki üsullara əl atırdılar. 1886-cı ildə fransız, lüksemburqlu fizik və ixtiraçı Gabriel Lippmannın marağını fotolövhə üzərində günəş spektrində rəngləri aşkar etməyə imkan verən bir üsul çəkdi. Gabriel Lippmann şəklin rənglərini çoxaltmağa imkan verən yeni bir üsulun kəşfinə və dalğaların interferensiyasını əsaslandırdığına görə 1908-ci ildə fizika üzrə Nobel mükafatı laureatı olmuşdur. 28 oktyabr 1914-cü ildə Kodak şirkəti rəngli fotoqrafiya üzərində işə başlamışdır. Fotoqrafiya yaranan zaman estetikada belə bir fikir hökm sürürdü ki, yalnız əllə yaradılan əsərlər incəsənət nümunəsi hesab olunur. Foto yeni yaranan zaman fransız rəssamı Delaroche onun imkanlarını analiz edərək belə demişdi: "Rəssamlıq bugündən məhv oldu." Fotoqrafiyanın bir sənət kimi yaradıcı tarixi bir neçə inkişaf mərhələsinə bölünür. Başlanğıcda fotoqraflar monumental, hərəkətsiz obyektləri çəkməyə üstünlük verirdilər. Portretlərə gəlincə, uğurlu işin alınması üçün modellər uzun müddət yerlərində donub qalmalı olurdular. Bu, 1939-cu ildən başlayaraq təxminən növbəti 10-15 ilə əhatə etdi. Növbəti mərhələ fototexnologiyanın inkişafı. Şatterin bir neçə dəqiqədən saniyəyə enməsi və geniş obyektivlərin yaranması ilə bağlı oldu.